biz görürük ki, Azərbaycanda böyük ev, dəbdəbəli ev tikməyə daha çox üstünlük verirlər və bu da nədən irəli gəlir ki, bizim qohum-qonşunun gözündən daha yaxşı görsənməyimizə, daha varlı görsənməyimizə, daha belə deyirlər, dəbdəbəli görsənməyimizə gətirib çıxardır. Amma bunların heç biri bizə lazım deyil. Nə etmək lazımdır və hansı sərfəlidir? Buna gəlsək, dəyərli dostlar, biz öz ailə tərkibimizin neçə nəfər olduğuna baxmalıyıq. Bizim ailə tərkibimiz kiçikdirsə, kiçik bizə bəs eləyir. Ailə tərkibimiz böyükdürsə, böyük ev yaxşı olacaq. Və növbəti proses olaraq tikintidə bizim torpağımızın böyüklüyü və kiçikliyi də çox önəmlidir. Bizim ailə tərkibimiz böyükdürsə və torpağımız kiçikdirsə, təbii ki, biz burada 2 mərtəbəli, hətta 3 mərtəbəli ev tikə bilərik. Yox, torpağımız genişdirsə, təbii ki, ailəmiz də genişdirsə, böyük bir mərtəbəli ev də tikə bilərik. İndi zövqə uyğun olaraq 2 mərtəbəli də tikmək olar. Bu hər kəsin şəxsi işidir. Amma mən sırf sizlərə sərf eləyən və sizlərə ucuz başa gələn, daha yaxşı başa gələn bir prosesi deyim. Bir mərtəbəli ev tikmək daha ucuz, daha sərfəli, daha komfortludur. Yəni biz nəinki 2-3 mərtəbəli ev tikməliyik. Yəni onu qoyacağımız pulu bir mərtəbəli evə qoysaq daha əla olacaq. Daha keyfiyyətli materiallardan istifadə edəcəyik, daha komfortumuz əla olacaq. Zəhmət olmasa tikinti etməzdən əvvəl bu mövzularda düşünün.